Tutulmuş test vəsaitimizdən bir sual. Müxtəlif üsullarla həll edilir. Bir üsulu da mən istədim qeyd edeyim. Əlimizdə mis var və mis 2 nitrat var. Mis 2 nitratdan 2 moldur və bunu biz elə parçalanmasını yazaq. Termiki parçalanmasın. NO2 və O2 elə bizə 2 mol verilib. Reaksiya nəticəsində də əmsallaşdıranda tam əmsallarımız alınırdı. Mis və 2 mol mis 2 nitratdan ibarət qarışıq oksigen mühitində közərdilərsə, təbii ki, mis özü də oksigenlə reaksiyaya girər. Bura 2, burada 2. Reaksiyalar başa çatdıqdan sonra bərk qalığın kütləsi başlanğıc qarışığın kütləsinə bərabər olduqda ilkin qarışıqda neçə qram mis olub? Baxın, başlanğıc qarışığımızda bizim sadəcə mis və mis 2 nitrat var idi. Reaksiyadan sonra mis özünə oksigen birləşdirdi və deməli mis 2 nitrat isə əksinə NO2 və O2 qarışığı itirdi. Əgər mənim ilkin kütləm dəyişməyibsə, deməli misin özünə birləşdirdiyi oksigenlə buradan alınan qazın miqdarı bir-birinə bərabərdir. O zaman belə bir deməli yaza bilərəm ki, əgər mənim burada 128 qram misim özünə 32 qram oksigen birləşdirirdisə, x qramımda birləşdirər 0,25x. İndi bəs mis 2 nitrat, mis 2 nitratın 1 molunun kütləsi 188'dir. Burada gördüyümüz kimi 2 vurmaq 188 reaksiyaya girib və bizim kütləcə nə qədər qarışığımız ayrılıb? 4 vurmaq NO2'nin 4 molu, 1 molunun kütləsi 46, üstə gəlmək 32. Deməli onda 0,25x bərabərdir 216'ya. Bu halda bu da bərabərdir 864'ə. Cavabımız da D variantı.